نبينا محمد وعلى آله وصحbihi ecmaîn amma ba'd. Və qardaş soruşur ki, siqaret çəkən insan fasik sayılırmı? Birincisi, ümumən fasik o insana deyirlər ki, o insan böyük günah işləyir. Böyük günah sahibinə fasik deyilir. Amma hər günah işləyənlər fasik deyilmir. Bax, hər böyük günah işləyən fasik əməli etmiş sayılır. Amma hər fasik əməli edənə fasik adı verilmir. Çünki bu hansı mövzudur? Əhkam mövzusudur. Əsmə mövzusudur. Əsmə və əhkam. Əsmə, yəni fasik demək. Alimlər fasik deyəndə bidətçi deməyi də, kafir deməyi də, yəni fasik deyəndə bidətçi deməyi də qəsd edirlər. Həmçinin kafir demək ki, məsələn. Bunlar, məsələn, insan küfr edir. Amma kafir olurmu? Xeyr. Yəni, bəziləri bu məsələni başa düşmür. Görürsən ki, deyir, yəni necə? Misal üçün belə deyək də, deyir ki, tutaq bir adam qəbrə qurban kəsir. Deyir ki, o əməli edən onun özüdür də, bıçaq ki, onu etmir ki, deyir onun əli. Başa yəni, o əməli edən özüdür də. Yəni, məsələni başa düşə bilməyib, ona görə başa düşmədiyi üçün də təkfir edir. Fasik məsələsi də elədir. Yəni, birinci başa düşmək lazım ki, hər o əməli edən, o demək deyil ki, fasik olur. Buna dəlil nədir? Allah Resulü sallallahu aleyhi ve sellem içki içəni lənətləyib. Və içki içən, onu süzən, onu daşıyan, gətirən, bütün onun səbəbkarı Allah Resulü sallallahu aleyhi ve sellem lənətləyib. Lakin sahabələrdən biri o vaxtı içmişdi. Və digər sahabə onu nədir? Lənət elədi. Dedi, Allah sənə lənət eləsin. Nə qədər deyil bu əməllə gələcəksən? Nə qədər sən bu əmələ görə cəzalandıracaqlar? Belə deyəndə Allah Resulü sallallahu aleyhi ve sellem nədir? Qoymadı, qadağan etdi. Baxmayaraq ki, özü içki içəni eləmişdi, lənətləmişdi. Deməli, Allah Resulü sallallahu aleyhi ve sellem feili lənətləməklə faili lənətləməyə ayırıb. Bütün məsələləri öyrədir. Küfr edənlə kafiri ayırıb. Yəni, əməl edənlə küfr feilini ayırıb. Misal üçün, bax, Hatib ibn Balta'a olsun, müşriklərə məktub yazmışdı və onun vaxtında sahabələr Zat-ı Amvat ağacı tələb etmişdilər. Dedi ki, sizin etdiyiniz yəni Musa İsa'nın qövmünün ilah tələb etdiyi kimidir. Böyük şirk dedi, yəni etdiyiniz şey. Eyni bunun kimidir. Və sonra amma neynəmədi? Onlara kafir demədi, dindən çıxartmadı. O qədər baş verib ki, və hətta bax, xata ilə baş verənlər olub. Deyir ki, Rəbbinizin bir qulunun tövbəsinə sevinməsi, bir kişinin dəvəsini itirəndən sonra səhrada onu tapması və sonra deməsi ki, sən mənim qulumsan, mən sənə Rəbbinəm. Yəni, ondan nəyə görə deyir? Axta'a min şiddətil fərah. Deyir ki, Rəbbiniz ondan daha çox sevinir. Yəni, qul tövbə edəndə. Yəni, kişi bax, nə qədər sevinibsə, xata edib. Yəni, bu insanı Allah Resulü nəyə görə? İnsan xata ilə edə bilər. Aydın mı? İndi qayıdırıq məsələ hara? Siqaretə. Siqaret çəkmək böyük günahlardan biridir. Fasik əməllərindən biridir. Yəni, əslində, siqaret çəkən insanın şəhadəti qəbul olunmamalıdır. Yəni, sözü, dindən olan sözü qəbul olunmamalıdır. Nəyə görə? Çünki onun sözü qəbul olunursa, birinci Allahdan qorxsun, onu çəkməsin. Deməli, o Allahdan qorxmamağına dəlildir onun. Allahdan qorxmayan kəs siqaret çəkib. Deməli, Allahın dinində də Allahdan qorxmayıb danışa bilər. Ona görə Allahın dinində ondan heç bir söz götürülmür. Elə insandan. Yəni, ən birinci o insan geçsin, misal üçün, özünü düzəltsin ki, sonra Allahın dinindən danışsın. Yəni, buna hədis elmində nə deyirlər? Adalə fəslində bundan danışırlar. Ravinin adaləsi necə olur? Böyük günah edirsə, ravinin adaləsi gedir. Ondan söz götürülmür, ondan din götürülmür. Ona görə bu böyük günahlardandır. Həmçinin Allah Azze və Cəllə bu siqaret haqqında Quranda buyurur ki, yəni bu nəinki siqaret digər günahlara da aiddir.
Deyir ki, və la tubəzzir təbzira. Deyir ki, malını təbzir etmə. Təbzir alimlər deyir ki, insanın malını haramda xərcləməsidir. Haramda onu xərcləməsi təbzirdir. Bu israf və ondan daha bətəridir. Daha üstünüdür. Bir var israf. Kulu vəşrabu və la tusrifu innehu la yuhibbul musrifin. Deyir ki, yiyin və için, israf etməyin. Həqiqətən Allah israf edənləri sevmir. Amma burada deyir ki, və la tubəzzir təbzira. Deyir ki, təbzir etmə. Deyir ki, təbzir, deyir ki, fə innəl mübəzzirin kənu ixvanə şeyatin. Deyir ki, onlar şeytanların qardaşlarıdır. Bax, təbzir edənlərə deyir. Və kənə şeytan li rabbihi kəfura. Deyir, şeytan da öz Rəbbinə qarşı nankördür. Yaxşı, birdən sən ki, haramda israf etmə. Siqaret haram deyil. Cana ziyan edən hər şey haramdır şəriətdə. Allah Azə və Cəl nə deyir? Ki, və lə təqtulu anfusakum. İnnallaha kənə bikum rahimə. Deyir ki, öz-özünüzü öldürməyin. Yəni, o səbəblərdən götürməyin ki, o sizin ölümünüzə səbəb ola bilər. Və həmçinin Allah Azə və Cəl nə deyir? Deyir ki, və lə tulqu bi əydikum ilə təhlükə. Öz əlinizlə özünüzü təhlükəyə atmayın. Siqaret çəkən kəs, yəni həkimlərin ittifaqı ilə yəni, özünə ziyan etmiş sayılır. Gör nə qədər zərərləri var siqaretin. Və həmçinin siqaret insanlara əziyyət verməkdir. Hər dəfə bir insana əziyyət verdikcə qiyamət günü haqqını istəyəcəksən. Deyəcək ki, vallahi səndən mənə pis iyi gəlirdi səndən mənə. Sən bu pis iyinlə bizə yəni, əziyyət vermirsən. Haqqımıza girmirsən bizim. Və nəinki insanlar, hətta siqaret çəkəndən mələklər də yaxın durmur. Mələklər yaxın durmur adam. Niyə? Çünki deyir ki, yəni, Adəm övladının əziyyət çəkdiyi şeydən mələklər də əziyyət çəkir. Gör, nə qədər yəni, ilgənə tövbə etmək lazım. Allahdan yardım istəmək lazım. Nasuh tövbə. Yəni, təsəvvür et ki, bu günahla insan Allahın huzuruna geçsin, nə qədər şərləri cəm etmiş sayılır. Ona görə insan, yəni, Allah qorusun, elə insan, yəni, əslində fisk əməldir. Yəni, özü bilməlidir ki, öz-özlüyündə fasiqlərin yolundadır o əməli ilə. Sadəcə olaraq, siqaret çəkən adama fasiq demək olmaz. Nəyə görə? Çünki o başa salınmalıdır, öyrədilməlidir. Amma əgər başa düşəndən sonra və yenə də bu yoldan əl çəkmirsə, o artıq insan fasiq kimi yaşayır. Fasiq kimi həyatını sürdürür. Ona görə bu həyatdan Allaha sığınsın. Çünki həqiqətən bu yəni, doğru yol sayılmır. Yəni onun bu elədiyi, yəni sadaladığımız dəlillərə görə Allah qorusun, yəni pis yol sayılır. Və alimlər günümüzdə icma ediblər. İslam alimləri, möhtəbər alimlər icma ediblər ki, siqaret haramdır. Bu icma kifayətdir. Allah bir daha olsun.